Binalarda üzlük daşlarının nə dərəcədə möhkəm və təhlükəsiz bərkidilməsi məsələsi yenidən aktuallaşıb. Paytaxtda apardığımız müşahidələr zamanı da müxtəlif ərazilərdə bəzi həm yeni, həm də köhnə yaşayış binalarının üzlük daşlarının qopduğunun şahidi olduq. Xüsusilə binaların üzlük daşlarının çoxunun qopduğu, digərlərinin isə hər an qoparaq yerə düşmə təhlükəsi olduğu açıq görünür. Nəzərə alsaq ki, Bakı Küləklər şəhəridir, bu problemin nə qədər risk yaratdığı göz önündədir. Elə paytaxt sakinləri də bu təhlükədən narahatdılar. Kafeli vurublar binanın üzlüyünə. İndi həmin o yağan yağışlar, əsən küləklərdən nəticəsində onlar hamısı tökülürlər maşınların üstünə, yerə. Bəzən düşüb adamların yanına, yəni belə bir şeylər də olubdur. Mənim maşınımın damına da düşübdür. Tikəndə keyfiyyətsiz sementdən də belə istifadə olunub. Binada hər gün bax belə daşlar düşür insanların başına. Binanı tikəndə fikirləşirdilər ki, bunu 20 ildən sonra, 30 ildən sonra bunlar hamısı töküləcək cəmaatın başına. Bəs bu cür problemlərin yaranmasının əsas səbəbləri nədir və qarşısı necə alınmalıdır? Tikinti normalarına əsasən hündürmərtəbəli binalarda hər bir üzlük elementi divara xüsusi metal sistemləri ilə mexaniki qaydada bərkidilməlidir. Bu bərkitmə sistemi fasadın dayanıqlığını təmin edir və atmosfer və meteoroloji faktorlar nəticəsində yarana biləcək qopmaların qarşısını alır. Ekspertlərin fikrincə, təhlükədən qorunmağın yeganə yolu binaların vəziyyətini nəzarətdə saxlamaqdır. Dövlət Mənzil Fondunda olan binalarda profilaktik baxışlar, monitorinqlər, mənzil kommunal istismarı sahələri tərəfindən aparılmalı, qəzalı olan hissələr vaxtında müəyyən edilməlidir. Özəl yaşayış komplekslərinə gəlincə isə sakinlər tərəfindən mənzil mülkiyyətçiləri, müştərək cəmiyyətləri formalaşır və binanın idarə etməsi sakinlər tərəfindən həyata keçirilir. Lakin əksər binalarda idarə etmə keçmiş bina tikənlər, yəni MTK tərəfindən aparılır və bir çox ərazilərdə isə idarə etmə özəl şirkətlər tərəfindən bu cür idarə etmə prosesləri həyata keçirilir. Vətəndaşlardan yığılan kommunal pullar əksər hallarda yalnız binanın həmin ay üçün xərclənən sərfiyyatına xərclənir. Əslində isə toplanan pulların bir hissəsi büdcəyə formalaşmalıdır. Qeyd edək ki, bir neçə gün öncə Göygöldə belə binalardan birindən daşların qopması səbəbindən faciə yaşanıb. Nəticədə bir nəfər həyatını itirib. Bu cür faciələrin təkrarlanmaması üçün binaların inşası zamanı texniki normativlərə riayət olunması vacib şərtlərdəndir. Şahnun Qasımova, Rüstəm Abdullayev, Xaliq Qurbanlı, Könül Məmmədova, ASTV Xəbər.